Hər kəsə salam. Bugünkü mövzumuz to have, malik olmaq feilidir. Bugün to have-in indiki zamanını izah edəcəyik. İndiki zamanda iki yerə ayrılır. Have got, has got. Gəlin təsdiq formada onun necə işləndiyinə baxaq. Təsdiq formada have got I, you, we, they ilə işlənir. I have got money. Mənim pulum var. You have got money. Sənin pulun var. Və has got isə she, he, it ilə işlənir. She has got money. Qadın cinsində. Onun pulu var. He has got money. Kişi cinsində onun pulu var. Gəlin inkara baxaq. İnkarda isə haven't got və hasn't got olur. Yəni have got və has got-a biz not hissəciyi artırırıq və qısaca haven't, hasn't olur. Gəlin baxaq. I, you, we, they plus haven't got. I haven't got money. Mənim pulum yoxdur. You haven't got money. Sənin pulun yoxdur. She, he, it plus hasn't got. She hasn't got money. Onun pulu yoxdur. Qadın cinsində. He hasn't got money. Onun pulu yoxdur. Kişi cinsində. Gəlin sual forması necə düzəlir ona baxaq. Sual formasının strukturu isə belədir. Have plus I, you, we, they plus got. Yəni have mübtədadan önə keçir və mübtədadan sonra got. Have I got money? Mənim pulum var. Have you got money? Sənin pulun var. Və gəlin buna baxaq. Has plus she, he, it plus got. Has she got money? Onun pulu var. Qadın cinsində. Has he got money? Onun pulu var. Kişi cinsində. Bu qədər sadə.